Sənin Mirzəvalovla getmiş, yaxşı məşqçidir. Sonra Qurbanovla Neftçidə işləmişəm. Yunus Hüseynov da yaxşıdır. Sonra Carlos Alberto Torres, o da yaxşıdır. Rəhmətlik. Bert Fox'un özü də yaxşıdır. Bert Fox bizə nəyə görə yaxşı idi, qardaş? Mən Bert Fox'u bindən niyə tərifləyirəm ki? Mənim, məsələn, qohumum deyil da. O, ən çox iştiraf eləyən mənə eləyib o. O xoşlayırdı ki, futbolçu disiplinlə saxla. Çıx onun məşqdə sən 100% məşqini ver, disiplinlə saxla. O səni alnından öpəcək. Ruslan da tərifləyir, Bert Fox'dan nümunələr gətirir. Necə intizamlı, belə xarakterə malik olan bir təxəssüs. Biz onu bir dəfə. Yəni ortaq məxrəcə gəlmək olar ki, Bert Fox hamı üçün uyğun məşqçi olub. Yaxşı məşqçi olub. Yəni disiplinası barəsində birinci növbədə də sən əgər nəsə nəticə istəyirsənsə, qardaş, nizam, intizam birinci növbədədir. Onda belə çıxır ki, bizdə Azərbaycan futbolunda o çatmır. Məşqdə Mahir təsdiqləyər. Məşqdə adi bir dənə məsələn epizodda məşq edirdi. Mahir bilmirəm kim idi bizim futbolçulardan. Oyun gedə-gedə nəsə başa salırdı. Sustadı, getdim, oyun gedə-gedə getdi, oradan bir dənə suyu açdı, suyu içdi, qayıtdı ki, nə edirsən sən? Hələ burada oyun gedir, sən orada su içirsən, suyun öz mola vaxtı var da. Yəni dəmir butsu geyinmədin, oyuna çıxanda hamı dəmir şipli butsu geyinsin, Mahir oradan geyinirdi dəmiri, çaq, orada stadiona çata kimi dəyişirdi, rezin geyinirdi. Gözün qabağında bildiyin Nemes Gestapo kimi belə baxırdı ki, hamı çaqqıldayır, ayaqları yoxsa yox. Yəni o mənada deyirdi ki, mən meydançada kimdəsə görməyim rezin butsu olsun, hamısında dəmir olsun. Məşqlər yüksək səviyyədə nəsə burcudasan, yola verəsən, nəmdən sıracı baxır, deyirdi ki, nəmdən. Amma bu bir nöqteyi nəzərdən isə nizam, intizam öz yerində də hər şey daha elə bil hərbi rejim kimi deyildi da. Danışıb deyib gülər, zarafat eləyər. Aparar komanda hansısa bir kəndi bowling aparar restorana, aparar nə bilim Luna Parka, aparar raftinga, nə bilim nəyə mal şey aparar. Gözləmədiyin yerinə aparır. Burada yadımda axıra mən qalmışdım. Axırda mənə güllələdi.